öz kökündən ayrılmış olsunlar. Amma əksəriyyət, çünki mən bunu daha çox bizim həyata keçirdiyimiz layihələrin əksəriyyəti regionlarda olduğuna görə, o fəaliyyətlərimiz orada davam etdiyinə görə mən bunu regionlarda daha çox hiss eləyirəm ki, məsələn, sanki insanlarımız bunun belə deyək, aşılanmasına izin vermirlər, icazə vermirlər. Bu da yaxşı bir haldır əslində. Düzdür, mən bəzi şeylər var ki, onların ifrat dərəcədə olmasını sevmirəm. Bəzən ifrat dərəcədə olan şeylər gətirib süniliyə çıxartmış olur. Bu da xoşa gəlməz bir şeydir. Amma normal qaydada, normal vəziyyətdə biz istər soy kökümüz olsun, istərsə də ailə məsələlərlə bağlı, ailə daxili münasibətlərdə mütləq biz onları qoruyub saxlayırıq və saxlayanlar da var. Təbii ki, burada aşılanma məsələsində sosial şəbəkələrin çox böyük təsiri var. Ümumiyyətlə, siz əgər fikir versəniz, elə ailələr var ki, məsələn, gedib o ailələrdə sən 5 dəqiqə davamlı otura bilməzsən. Çünki sıxıcı olur, darıxdırıcı olur, onların evə gələn insana münasibəti, qonağa münasibəti və yaxud da kənardan gələn insana münasibəti. Bu iş yerində də ola bilər, toplum içərisində də ola bilər. Amma mütləq orada ailəyə dəyər verən, mütləq qonaqpərvərliyə dəyər verən insanlar çıxacaq. Məsələn, mən həmişə özümdən misal gətirirəm. Çünki ən gözəl nümunə insanın özü olur. Əgər mən özüm nümunə deyiləmsə, mən buradan 100 dəfə ailə haqqında çığır-bağır edim, nə bilim, insanlara yaxşı-yaxşı mesajlar öyrədim. Amma məni tanıyan cəmiyyət içərisində olan insanlar var ki, o mənə bunu mütləq hansı formada irad bildirəcək ki, sən özün bir ailə deyilsən, hansı ailədən danışırsan. Ona görə haqqı olan insanların bu haqda danışması daha gözəldir, nəinki haqqı olmayanların. Daha təsir edici olur. Bəli, və ona görə də mən həmişə efirdən də çıxış edəndə həmişə çalışıram ki, özümün, belə deyim, mənsub olduğum ailə haqqında misallar gətirim və yaxud da valideynlərim haqqında, valideynlərimə olan münasibətlərimdən misal gətirim. Evladlarıma və yaxud da daha sonra gələn nəsil, mən nənəyəm artıq, onlara istinad edərək misal gətirim. Və bunu mən bacara bilirəmsə, mən özümü dünyanın ən xoşbəxt insanı hesab eləyirəm. Amma siz demişkən, mənim də, məsələn, bibilərim olub, əmilərim olub, dayılarım, xalam olub. Yəni, biz o ortamı görmüşük və o ortam o qədər gözəl ortam olub ki, və bugün bizim yetişməyimizdə bəlkə də mənim bibimin, hərdən mən bibimin söylədiyi misalı söyləyirəm, bəlkə də heç kəsin ağlına gəlməz və yaxud da əmim haqqında stat gətirirəm və yaxud dayım haqqında. Bu çox gözəl bir şeydir və istəyərdim ki, bu qohumluq əlaqələri bizdə kəsilməsin. Bu çünki bizim gələcəyimizdə insan həmişə gənc qalmır, cavan qalmır. Mən də müəyyən bir bəlli yaşa gəlib çıxmışam. Məsələn, uşaqlığım üçün çox darıxıram. Deyim ki, yeniyetməlik çağlarım üçün çox darıxıram. Hətta mən öz evladlarımın uşaqlığı üçün çox darıxıram. Orada səbəblər var, səbəbsiz deyil. Çünki mənim uşaqlığımda mənim ətrafımı bürüyən qohum əqrabalar olub. Dayımın evinə getmişəm, bibimin evinə getmişəm. Daha isti münasibətlər olubdu. Onların mənə sevgisini hiss etmişəm və bunlar elə-belə şeylər deyil. Heç bir xalqda, Avropa xalqlarında siz bunu görə bilməzsiniz. İkinci sponsorumuz çəkilişimizi etdiyimiz Refref studiyasıdır. Refref studiyası da eyni zamanda reels çəkilişləri, podkast çəkilişləri, SMM dizayn, targeting üçün müraciət edə bilərsiniz. Studiyada 7 fon mövcuddur. Və bunu da əlavə edim ki, Məleykə Aslanzadə adına müraciət edən şəxslərə 20% endirim olunacaq. Və ünvanı qeyd etmək istəyirəm. Narimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Çinar Park Plaza, 5-ci mərtəbə, 540-cı otaqda yerləşir. İstədiyiniz zaman müraciət edib keyfiyyətli çəkilişlər əldə edə bilərsiniz. Biz təbii ki, nənə, baba, bibi, xala danışırıqsa yaxın qohum əqrabalardan
biz bunu gedib Avropada görə bilmərik. Mümkün də deyil. Artıq onlar o sistemlə yaşayıblar və bundan sonraki həyatlarında o cürə davam etdirəcəklər. Amma biz də başqa sistemlə gəlmişik. Bizim köklərimiz, bizim babalarımız, nənələrimiz bizə bu yolu göstəriblər. Biz də bu yolla gedirik. Demirəm ki, biz müasir, mən özümü müasir insan hesab edirəm. Çünki mən də sizin kimi, siz məndən daha gənc nəsilsiz və yaxud da mənim evladlarım daha gənc nəsildir. Bəzən elə olur ki, mən onlardan nə isə öyrənirəm, gənc nəsildən. Hətta uşaqlara, hərdən mən deyirəm ki, uşaqları dinləmək lazımdır. Çünki uşaqlar bəzən, çünki onlar yeni nəsildirlər və onlar yeni proqramla bu dünyaya gəliblər. Və o proqramla onlar artıq yaşayırlar. Mənim bilmədiyim şey, mən məcburam ondan soruşum. Amma elə şeylər də var ki, mən onlara onu, necə deyərlər, yaxşı mənada diktə etməliyəm ki, onların şuur altında o otursun ki, sabah onlar hansısa bir, biz bilmirik bundan sonra hansı bir dövr gələcək. Bilmirik, zaman necə inkişaf edəcək. Bəlkə yeni dünyada biz yenidən öz əvvəlki halımıza, necə deyərlər, qaydacağıq. Onu da biz bilmirik. Biz bu inkişafın harada bitəcəyini, harada yenidən bir inkişaf mərhələsi olacağını bilmirik. Son vaxtlarda mən internetdə çox vaxtı rastlaşdığım şeylər olur. Bizdən əvvəl sivilizasiya olubdur. O haqda fikirləşirsən ki, o sivilizasiyada nələr baş veribdir. Bəzən deyirlər ki, şəhərlər olub dağların altında, nə bilim, yerin altında, suların altında. Əlbət ki, olubdur. Olmaya bilməz. Çünki biz bu dünyanı biz yaratmamışıq. Bunu yaradan böyük bir qüvvə var ki, biz indi onu Allah deyirik və bu Allahın yaratdığı ilə biz heç vaxt mübahisə edə bilmərik və bundan sonra da eləyə bilməyəcəyik. Mümkün də deyil. Nə qədər inkişaf getsə də biz insan beyninin məhsullarından istifadə edirik. Nə qədər desək ki, internet əsridir, hər şey kompüterdə, o düşündüyümüz kiçik o balaca alətdə hər şey həll olunur. Xeyr, belə deyil. Biz onu da istifadə edən, onu icad edən, onu bizə bəxş eləyən yenə də insan təfəkkürüdür, insan beyninin məhsuludur. Amma insan beyninin məhsulunu da Allah Taala tərəfindən bizə verilir. Yəni biz bunları dana bilmərik. Ona görə biz hər zaman nə qədər inkişaf etsək də, nə qədər ailələrimizdə, bilirsiniz ki, münaqişəli ailələrimiz də var. Bəzən mən bu ailələrə müəyyən fikirlər çatdırmağa çalışıram ki, siz özünüz hər biriniz bir fərdsiniz. Əzizlərim, qadın kişi qadına təcavüz edə bilməz, təzyiq göstərə bilməz ya da onların içərisində, ailə içində olan böyüklər kiçiklərə təzyiq göstərə bilməz. Siz kiçik görməyin onları, onları böyük görün və əgər biz öz aramızda bu münasibətləri müəyyən çərçivədə, müəyyən sevgi müstəvisində, sevgi çərçivəsində qura bilsək, inanın ki, bütün ailələrdə xoşbəxtlik olar. Bəzən deyirlər ki, maddi çətinliklər var. Əlbəttə, maddi çətinliklər hamımızda var. Hər dövrdə olubdur. Biz bundan əvvəlki dönəm, Sovet dönəmində yaşamışıq, Sovet dönəmində oxumuşuq. Bilirsiniz nə qədər çətinliklərimiz olub uşaqlığımızda. Biz valideynlərimizin keçdiyi yolları görmüşük, çəkdiyi çətinlikləri görmüşük. Hər şey bizə gətirib belə ovucumuzun əlində verir, əlimizdə